Hər kəsə salam. Əgər çox dadlı, xırçıltılı Napolyon resepti axtarırsınızsa, bu video tam siz üçündür. Soyuq kərə yağını çörkadan keçirdib, unla qarışdırıb umaç halına salırsınız. Ayrı qabdan soyuq suyu, tuz, yumurta sarısı və alma sirkəsini qarışdırıb, unun üstünə əlavə edirsiniz və xəmir yoğurursunuz. Xəmir yoğurandan sonra 1 saatlıq marazelkada saxlayırıq. 1 saat keçəndən sonra xəmiri 10 hissəyə bölüb balaca kündələr hazırlayırıq. Kündələri perqamentin üstündə yayırıq və bir neçə yerdən vilka ilə deşirik. 180 dərəcədə 8-10 dəqiqə ərzində bişiririk. Amma yenə də öz savabımıza uyğun bişirmək lazımdır. Napolyon tortu üçün biz klassik krem hazırlayacağıq. Otaq temperaturunda kərə yağı və qatlaşdırılmış südü mikserlə qarışdırırıq. Bu arada bu krem hazırdır, amma mən biraz da dadlı olsun deyənə 33% qaymağı mikserlə qarışdırıb kremin üzərinə əlavə eləmişdim. Hər şey hazır olandan sonra başlayırıq tortu yığmağa. Bütün kojları üst-üstə araya krem vurub yığandan sonra üzərindən biraz 2 əlimizlə də basırıq ki, tort tam yerinə otursun. Tortun qıraqlarını və üzərini pişirdiyimiz xəmirin qırıntıları ilə bəzəyirik. Mən əlavə olaraq üstünə şəkər tozunu və çiyələk ilə bəzədim.